yenidən meydanda toplaşdıq. Toplaşdıq ki, yenə də talana yox, monarxiyaya son deyək. Bizə tez-tez sual verirlər ki, niyə Məhsul stadionunda miting keçirilir, niyə başqa meydanlarda yox, Azadlıq meydanında yox? Əzizlərim, əvvəla zülmə etiraz etmək üçün hər hansı bir məkanın xüsusi seçilməsi önəmli deyil. Əsas odur ki, biz bu miting meydanından, bu kiçik ərazidən vətən boyda əraziyə xitab edə bilirik. Əsas odur ki, biz bu meydandan bütün xalqın dərdlərini danışa bilirik. Bütün vətəndaşlarımıza azadlıq tələb edə bilirik. Bir də ki, bu Məhsul stadionu futbol meydançası ola bilər. Amma əsas odur ki, biz bura zülmün qapısına qol vurmağa yığışmışıq. Artıqcarçılar yada düşür, xalqın dərdini danışanlar yada düşür, demokratiya yada düşür. Tezliklə Azərbaycan deyəndə də təhsil, səhiyyə, iqtisadiyyat, hüquq, şəffaf seçki, azadlıqlar yada düşəcəkdir. Nə qədər ki bu ölkədə bu yolu davam edən, heç bir çətinliyə baxmayaraq təslim olmayan insanlar var, biz hər yerdə sözümüzü deyəcəyik. Ən kiçik məkanlarda da. Sizin dediyiniz kimi böyük məkanlara, böyük meydanlara da çıxacaq. Daha böyük tribunalardan da səsimizi səsləndirəcəyik. İndi mən çıxışın sözü qeyri-bərabər döyüşdə heç vaxt məğlubiyyət bayrağını qaldırmamış bir liderə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə verir. Bütün bağlı yolları aşa bilən, təbiətin şıltaqlığına meydan oxuya bilən, həbslərə, təhdidlərə boyun əyməyən, mərd, ləyaqətli, cəsarətli övladları, siz ki buradasınız, sizə eşq olsun, salamlayıram sizi. 1 sentyabrda siz burada nümayiş ettirdiğiniz o izdihamla bu oğrular hakimiyetini necə qorxutmusunuzsa tam 6 gündür ki bu mitinge karşı olmazın üsullarından istifade edip kampanya yaparlar. Bakın dünene kadar yoktu ama bu günleri korkularından Bakıya gelen bütün yolları bağlayıplar. Aziz dostlar, miting ərəfəsində bu mitingin əsas təşkilatçıları olan, baxmayaraq ki mitinglər ümumxalq mitingləridir, amma onun qara işini görüb təşkilatçılığını eləyən Xalq Cəbhəsinin 51 funksiyonerini həbs eləyiblər. Azadlıq! 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 Biz bu həbslər haqqında mitingə qədər məlumatlar verib sizi narahat etmədik. Həm də açıq sizinlə bir şey danışmaq istəyirəm. Bu həbslər gəldikcə, yollar bağlandıqca, yağış yağdıqca təkliflər gəlirdi. Bəlkə bu şəraitdə mitingi təxirə salaq. Mən o zaman dedim ki, bu bizim kollektiv rəyimiz oldu ki, bəli, o millət ki, həbslərlə, təhdidlərlə, azadlıq ideyasından vaz keçir, deməli o millət hələ azadlığa haqq eləmir. O millət azadlığa haqq eləyəcək ki, həbslərə gülə-gülə gedəcək. İstifa! 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 Yağışa, qara, soyuğa qalib gəlməyi öyrənməsək, necə bu zulümkarlara qalib gəlməyi öyrənəcəyik? Ona görə də təbiətin hər bir şıltaqlığına yox deməliyik biz. Biz yadınıza salmaq istəyirəm. 88-ci ildə şübhəsiz ki, burada onun şahidləri var, xalq hərəkatının şahidləri var. Noyabr gecələrinin birində bizim gecə-gündüz mitinglərimizdə çox ciddi bir şaxtalı gün oldu, gecə oldu və insanlar meydanı yavaş-yavaş tərk eləməyə başladılar. Biz 17 gün gecə-gündüz mitinglərini keçirdiyimiz zamanlar idi. O zaman 100-150 nəfər mütləq şahidlər olacaq bu meydanda gənc Qurşaqdan yuxarı soyunub
Biz ölərik meydanı terk etmərik qışqırandan sonra meydanı terk eləyənlər də geri qayıtdılar və başa düşdülər ki, ilk növbədə özümüz iradə formalaşdırmalıyıq. İlk növbədə qorxumuza qalib gəlməliyik. İlk növbədə çətinliklərə qalib gəlməliyik və o zaman biz azad olacağıq. Əziz dostlar, başlanğıc mərhələsindədir. Biz yeni mərhələnin ilk addımlarını atırıq və biz 11 sentyabrda ilk işi gördük. Bizim ilk vəzifəmiz nə idi? İlk vəzifəmiz xalqı saydırmaqdır. Azərbaycan hakimiyyəti başa düşsün ki, bu xalqla hesablaşmaq zorundadır. Ya hesablaşacaqsan, ya hesablaşacaqsan. İzdihamlı 11 sentyabr mitingindən sonra olan qalan ağılları da çıxıb başlarından daha neler demirlər. Bütövlükdə millətə şər atırlar. Deyirlər ki, bu insanları vura biz 10 manat verərək gətirmişik. Duranlıq eləyirsiniz. İstintaqda üzə duranlıq eləyirsiniz. Bütöv bir millətə qarşı da mı üzə duranlıq eləyəcəksiniz? Utanmadan bizi erməni pərəst adlandırırlar. Heç utanmırsınız bu barədə danışmağa? Xalq cəbhəsinin sıralarından minlərlə Qarabağ uğrunda mübarizədə şəhid gedib. Siz hərəniz fərarlı edəndə, hərəniz bir tində gizlənəndə, xalq cəbhəsinin, xalq hərəkatının fədailəri səngərlərdə olublar. Siz o hakimiyyətsiz ki, Qarabağ qazisinin, şəhid ailəsinin boğazından kəsərək ermənilərə pulsuz qaz verirsiniz. İndi bildinizmi kimdir erməni pərəst? İstifa! 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 Amançulardan Qarabağ Əlillər Cəmiyyətinə qədər, könüllü vətənpərvər döyüşçülərə qədər qırdığınızı qırmısınız, həbs elədiyinizi həbs eləmişsiniz, qalanını bu ölkədən didərgin salmışsınız. Amma 2 gündən bir, 5 gündən 6 aydan bir ermənilərlə oturub danışırsınız. Öz aranızda hətta öyle bir münasibət yaratmışsınız ki, bizim aprel şəhidlərinin canı, qanı bahasına, şəhidliyi bahasına başlattığı o uğurlu hücumları da ermənilərin xahişi ilə dayandırmışsınız. Kimdir erməni pərəst? Birlikdən vahimiyə düşüblər. Narahat olublar ki, bu meydanda bizim dindar bacı qardaşlarımız da var. İndi böyük bir kampanya başladıblar, qorxuya düşüblər. Bütün həyatları boyu sülalə hakimiyyəti dindən su-istifadə edib. İndi bizi şantaj eləyirlər ki, niyə sizin mitinglərinizə dindarlar gəlir? Dindarlar da bu ölkənin vətəndaşıdır, onların da haqları var, biz onların da haqlarını müdafiə edirik. Dünyəvi, demokratik, sosyal adalətin təmin olunduğu, Avropaya integrasiya olunacaq bir Azərbaycan istəyirik. Amma nəzərə alın, hüququn ali olduğu ölkədə, şahın qanun yox, qanunun şah olduğu ölkədə, hər kəsin hüquqlarının qorunduğu ölkədə bizim hamımızın hüquqları təmin olunacaq və belə bir Azərbaycan bizim hamımız üçün ortaq nöqtədir. Hamımız üçün demokratik Azərbaycan. Bizim hamımız üçün görürsünüz azadlıq necə şirindir. Çünki hər birimizin hüquqlarını kəsiblər. Bəli, biz çox həvəslə bu şuarı səsləndiririk. Hər birimiz siyasi görüşlərinin fərqliyindən asılı olmayaraq, bir də bizim hamımız üçün müqəddəs bir varlıq var. O müqəddəs varlıq bizim can Azərbaycanımızdır. Azərbaycan! Və bu korrupsiyonerlər 23 il ölkənin var dövlətini talan edənlər indi də artıq öz sülalə hakimiyyətlərini, ailə hakimiyyətlərini qanuniləşdirmə göz aləmlərində istəyirlər.
konstitusiyanı değişmek istiyorlar ve bu meydanı bu yağışta bu çetinlikleri aşarak bura gelmiş minlerin Azerbaycan hakimiyetine şahsen İlham Əliyevə mesajı var. Biz konstitusiyanın şahsen onun için ve ailesi için değiştirilmesine yok deyirik. Hele de yaşı 35 olmamış, halk tarafından seçilmeyen birilerinin vitse-prezident təyin olunmağına, bu ülkenin vatandaşının siyasi hüquqlarının, mülkiyet hüququnun məhdudlaşdırılmasına yok deyirik. Bu konstitusiya değişikliklerini millet olarak özümüze həqarət sayırıq. Hansı xalqa çıxıb demək olar ki, gelin ses vermeye, sizin mülkiyet hüququnuzu elinizden alacağız. Hansı xalqa çıxıb demək olar ki, gelin bu değişiklikleri konstitusiyaya daxil edeyin, ondan sonra sizin özünüze hükümet seçme imkanınız olmasın. Öz xalqına hörmət eləyən liderler, öz xalqına bunu reva görərlərmi? Ona göre de biz bu konstitusiya değişikliklerine, bu referenduma yok deyirik. Biz talana yok deyirik. Biz Azerbaycan xalqının boğazından kesip 17 bin nefer tələbəni təhsil hakkını ödeyə bilmədiyinə görə küçələrə atıp, mesela o kadar da pulu 17 bin neferin təhsil pulunu Avropa futbol çempionatına xərclənməyə, bu israfçılığa, bu qudurğanlığa yok deyirik. Bu ülkenin servetler həddindən artıq çoxdur. Özümüze kalsa sümürməsələr hamımız en yüksek seviyede yaşayabilirik. Ama imkan vermirlər ve bu millet 11 sentyabrdaki izdihamıyla bugünkü ağır şartlar altında yine de minlerin burada toplanmasıyla Azerbaycan hakimiyet ne deyir ki, açın kulağınızı eşidin. İndiye kadar yığmışsız, soymusuz, dağıtmışsız, ülkeden çıkarmışız, offshore zonalara aparmışız. Bundan sonra artık bu halk uyanıp size imkan vermeyecek, bu ülkede değişiklikler olmazsa olmazdı. Dostlar, bizim mitinglerimiz devam edecek. Ben sonda size demek istedim ki, qətiyyən şüphem yoktu ki, başlanmış bu proses qələbə ile neticelenecek. Çünkü kanun bizim tarafımızdadır. Adalet bizim tarafımızdadır ve inşallah hak bizim tarafımızdadır demeli. Qələbə de bu milletle olacak. Eşk olsun sizlere. Güzel günler göreceğiz çocuklar, motorları maviliklere süreceğiz. Güzel günler göreceğiz çocuklar. Millət bura 10 manata göre gelmeyip, oğurlanmış 100 milyardın hesabını sormağa gelipdir. Deyirlər, zülmə qarşı bacarırsan əlinlə, bacarmırsan dilinlə, onu da bacarmırsansa ürəyinlə etiraz et. Ama elin, dilin sağlamdırsa ürəkdən başlamağa bir şey vermezler. Ürəkdən başlama o zaman uğur olur ki, elin, qolun, dilin fəaliyyəti olmur. Baxın, burada mən siyasi məhbusların şəklini görürəm. Onlar hətta həbsdə də mübarizəni davam etdirirlər. Həbsdən miting çağırış eləyirlər. Azadlıq, demokratiya istəyirlər. Bayırda azadlıqda olan insanları möhkəm olmağa səsləyirlər. Bugün şəkil mitingimizin təşkilatçısı, hər zaman bizim miting komitəsinə sədrlik eləmiş AXCB sədrinin müavini Fuad Qəhrəmanlı həbsdədir. Həmişə bu mitinglərin təşkilatını o eləyər. Onlar aləlikcə mübarizə aparmağın nümunəsini yaradırlar. Çıxış üçün sözü Milli Şuranın üzvü, tanınmış yazar,
vicdan məhbusu Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüt Yağmur'a verirəm. Vətənlərim, sevgili soydaşlarım. Bugün ben bura Fuad Qəhrəmanlının xanımı olarak sizlere hitap etmek üçündüm. Ve bugün səhər Fuad Qəhrəmanlıyla danışanda ona dedim ki ben bugün senin adından, necə deyərlər, senin yerini doldurarak bu miting iştirakçılarına müraciət edeceğim. O da öz salamını sizlere getirdi. Hamınıza salam olsun ki təkcə Fuad Qəhrəmanlının adından danışmağa hakkım çatar. Mənə elə gəlir ki burada bütün şəkilləri görünən siyasi məhbusların hamısının adından sizə müraciət etməyə az da olsa mənəvi hakkım var. Mən buradan Faiq bəyin, Elvin bəyin, İlkinin, Fərəc bəyin, İlqar bəyin hamısının adından sizə müraciət edirəm. Mən burada Fuad Qəhrəmanlının hal-hazırda 17 nəfərlə Nərdaran məhbusu ilə dəmir barmaqlıqlar arasında güya ki ittiham olunmaq üçün məhkəmə qarşısında çıxarılan, amma mahiyyət etibarilə o məhkumlar özləri bu rejimin cinayətkar mahiyyətini ittiham eləyən 17 nəfərin adından danışa bilərəm. Hacı Talehin, Hüseynin, Cabbarın, Bəhruzun, İbrahimin adından danışa bilərəm. Bizim yakınlarımız, əslində biz özümüzü siyasi məhbusların hanımları, yoldaşları, dostları, qohumları, əqrabaları sayırıq, ama inanın ki bizim durumumuz sizin durumunuzdan hiç de ağır değil. Ve düşünmeyin ki bize təsəlli vermek lazımdır. Bize təsəlli olar ki tutulmuş insanlarımızın, yakınlarımızın yerini, sırasını doldurasınız. Ve ben bundan memnunum ki bugün bu meydan boş değil. Təbiətin şıltaqlığına, bizi imtihana çəkməsinə baxmayaraq biz yenə də inadına bu meydandayıq. Hamınıza mən buna göre teşekkür edirəm və düşünürəm ki burada siyasi məhbus olanlar eğer bu tribunaya çıksaydılar özlerinin həbsxana hayatındaki əzablardan qətiyyən danışmazdılar. Onlar bu ölkənin problemlerinden analogsuz inkişaf diye ölkəni doğrudan da analogsuz şekilde cumhuriyet değerlerinden uzak salıp geriye doğru inkişafa götüren bir hakimiyete ve monarxiya tolana son diyerdiler. Ve ben ona göre onların adından her birinin yüreğinden akıp gelen, kopup gelen o əzəmətli çağrışıyla sizin hamınızdan ve burada toplaşmayan bütün halkım adından monarxiyaya yok deyirəm. Bir dəfədir ki anayasamız əslində bir dövlətin, bir xalqın müqəddəs olan kitabı üçüncü dəfədir ki dəyişdirilir. Nəyə görə? Nəyə görə bu xalqa bunun hesabı verilmir? Nəyə görə bunun zəruri dəyişikliklər olduğu bu xalqla müzakirəyə çıxarılmadı? Nəyə görə tələm-tələsik bu qərar verildi? Bu bizim hamımıza bəllidir. Mən buradan Azərbaycan kişisinə müraciət eləmək istəyirəm. Fərdi olaraq Azərbaycan kişisi həmişə qürurlu və inatkardır. Və mən o kişilərimizdən xahiş edirəm. Fərdi olaraq bu qüruru milli qürura qatın və hesab edin ki sizin kiçik evlərinizi qorumaq çabalarınız boşa gedəcək. Çünki o evləri artıq siz qoruya bilmirsiniz. O evləri buldozerlərlə bir gecədə sizin başınıza uçururlar. Nəyə görə bu sualı özünüzə verdinizmi? Ona göre ki evlerimizi koruyabilmirik. Ona göre ki biz böyük evimizi, Azerbaycanımızı bu despotlardan koruyabilmemişik. Onlar inatla bize subut eləməyə çalışırlar ki, güya onlar hem bacarıqlıdılar. Bu ölkəni ancaq onlar idarə edebilirler. Hayır, siz bu ölkənin əslində hem bacarıqsızı, en səriştəsizlərisiz. Ve çekilin gedin ki bu ölkənin qabiliyyətli insanları bu ölkənin inkişafa götürülməsində ve idarəçiliyində demokratiyaya, muasir dünyanın bir parçasına çevirməkdə öz qabiliyyətlərini ortaya koyabilsin. Ben buradan Azerbaycan anasına, qadınına müraciət edirəm. Sen çok əzimkarsan, fədakarsan ve dözümlüsən. Ve belki de senin en büyük qüsurun elə odur ki sen dözümlüsən. Ve elə bu dözümün nəticəsidir ki senin bugün zülmətlə böyütdüyün övlad əskərdə kiminse kontur iddiasının en aciz şekilde kurbanına çevrilir. Ve sen ona göre dözməməlisən, övladına başını aşağı sal, yemeğini ye tövsiyesini vermeye daha hakkın yoktu. Çünkü senin o uşağın o bir tikə çöreği belə daha bu memlekette rahat yiyebilmir. Ben buradan Azerbaycan dindarlarına müraciət edirəm. Talih Bağırzadə məhkəmədə dedi ki, ona dindirmədə
işkence verəndə Milli Şuranın əleyhinə danışmaq üçün. Ona demişdilər ki, çağır Allahını sənə kömək etsin. İndi mən bu ölkənin dindarlarından sonra ölkədə indiyə qədər hakimiyyət insanlara qarşı savaş açmışdı. İndi isə artıq Allaha savaş açıb. Biz buna dözəcəyikmi? Ey dindar qardaşlarımız! Mən son olaraq sizlərə müraciət edərək onu demək istəyirəm ki, siyasi məhbuslardan, inanın, siyasi məhbus ailəsi olmaq faciə deyil. Nə həbslərdən qorxun, nə təqiblərdən qorxun, nə hədələrdən qorxun. Onlar bizdən qorxurlar. Baxın, mən bu mitingə gələndə mənə zəng vurub Sumqayıtdan dedilər ki, yolu təmir adına bağlayıblar. Əgər qorxmurlarsa, niyə bağlamışsınız? Deyirlər ki, niyə burada təsbit edici kameralar var? Olsun, əgər biz bura gəlmişiksə, hər şeyi göz almışıq. Hərçənd ki, elə bir kamerada yoxdur. Belə ucuz təbliğatlarla, ancaq sizin özünüzə layiq olan sözlərlə siz kimi aldatmağa çalışırsınız? Məyər bu xalqın heysiyyatı, qüruru, ləyaqəti yoxdurmu? Niyə onu özünüz kimi hesab edirsiniz? İstifa! 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 Bunların inadına, Respublika dəyərlərinə, demokratiyaya, azadlığa, haqqınıza sahib çıxın və bundan sonra da davam edəcək mitinglərdə hər şeyə rəğmən inadına çıxış eləyin. İnadına Azərbaycan! Gönlüm kuşu kaçar, sensiz bir Azerbaycan. Hoş günleri gitmir mükan yanımda. Məsələsinə toxunanda məni gülmək tutdu. 23 ildir xalqın taleyinə səfalətin şəklini çəkənlər mitingə gələnlərin şəklini çəkməklə qorxudurlar. Çəkin, onsuz da siz çox pis şəkil çəkirsiniz. Çünki qələminiz şərdən, kağızınız böhtandandır. Siz bizim şəklimizi çəkin. Biz də yorulmadan azadlığın, həqiqətin, demokratiyanın şəklini çəkək günlərin. Dərs günü olmasa da universitetlərə iclas salıblar. Özdə saat üstə. Gəlməyənlərə də qayıb yazacaqlar. 23 ildə arzularımıza qayıb yazırsınız. Universitetdə bizə qayıb yazsaz nə dəyişəcək? Dostlar, bizim ən böyük faciəmiz odur ki, biz dərdi taleyimizə çevirməyə başlamışıq. Dərdlə qol boyun olmuşuq. Dərdi qovmaq lazımdır. Ürəyimizi dərdə kirayə verdiyimiz yetər. Dərddən yaxa qurtarmaq lazımdır. Amma bu dərdin dərmanı apteklərdə satılmır. Bizim dərdimizin dərmanı bu meydanlardadır. Mübarizə əzmindədir. Azadlıq sevdasındadır. Eşq olsun sizlərə. Və şükürlər olsun ki, dərdə dərman edən insanlar da bizim yanımızdadır. Satılmayıblar, qaçmayıblar, sınmayıblar. Həbsdə olanı da, meydanda olanı da öz yolunu davam etdirir. Bir yol var uzaqda. O yol bizim yolumuzdur. Dönməsək də, varmasaq da, o yol bizim yolumuzdur. O yol Elsibəy yoludur. O yol Məmməd Əmin yoludur. Azərbaycan tarixi bir gün yaşayır. Qarşıdan bizi tarixi bir seçim gözləyir. Zaman zaman Azərbaycan hakimiyyəti xalqı belə seçimə çəkib. 3 dəfə konstitusiyanı dəyişərək Azərbaycanda sülalə rejiminin hakimiyyətinin ömrünü uzatmağa cəhd eləyiblər. İlk dəfə 2002-ci ildə hakimiyyəti atadan oğula ötürmək üçün konstitusiyanı dəyişdilər. 2009-cu ildə konstitusiyanın
değişerek Respublikanı konstitusiyalı monarxiya ile əvəz etdilər. Nəhayət, karşıda bizi gözleyen bu ağır seçimde ise çok çetin, çok ağır seçim karşısında koyublar. Bizim iki yolumuz var. Biz ya monarxiya yok deyip babalarımızın bize miras koyduğu respublikaya sahip çıkıp azad, müstakil respublikanın azad vatandaşları olacağıq ya da respublikaya yok deyip monarxiyanın təbəsi kralın köləsi olacağıq. İndi mən sizə buradan müraciət edirəm. Siz Azərbaycan xalqının en tanınmış, en mübariz, en cesaretli insanlarısınız. Siz hiç neden korkmadan, çekinmeden bu meydana gelip özünüzün hak sesini duyurmak istiyorsunuz. İndi ben sizden soruşuram. Monarxiyaya ne deyirsiniz ya? Yok deyirsinizse o zaman siz respublikaya ha deyirsiniz. Ne deyirsiniz? Bu miting bu günler hem de ona göre tarihi bir gündür ki mübarize yeni bir merhaleye dahil olur. 11'i 17'si sentyabr mitingleri sıradan bir miting değil. Bu mitingler keyfiyetse yeni bir merhaleye kesit mitingidir. Bu mitingler halk harekatına artık kesit alıptı. Ve bu mübarize özünün lider teşkilatını ortalığa çıkaracak. Özünün liderini ortalığa çıkaracak. Özünün komandasını ortalığa çıkaracak. Özünün bu monarxiya yok diyebilecek cesaretli, mübariz insanlarını çıkaracaktır. Tez tez bizden soruşurlar ki ne olacak? Artık bu mübarize, bu referandum, bu hakimiyetin sonunun başlangıcının esasını koydu. Siz benim gür sesimi eşitmiştiniz. Benim sesimi belə batmağa sövq eləyən bu hakimiyetin ağır, meşakkatli zilletidir ki o həbsxanada yaşayıp belə ağır susa tutulduq. Ama geri dönmedik, irəli deyip getdik, mübarizədə dayandık, ayakta dayandık ve sizlə varıq, sizlə birgə gedəcəyik. Yaşımda bir zamanlar muhasirət hayatı yaşayan, bize respublikanı bəxş eləyən Mehmet Emin Resulzadənin Azadlıq Radyosunda çıxış eləyərkən okuduğu bir şiirle bitirmek istəyirəm. Sen bizimsen, bizimsen, durdukça bedende can, yaşa, yaşa, ey şanlı Azerbaycan. Azerbaycan. Olmaq yaxşıdır, təmkinli olmaq yaxşıdır. Amma bir hədd var ki, o həddən sonra səbr etməkdən böyük günah yoxdur. Belə səbrə savab düşməz. Yaxud deyirsən ki, haqqın taftalanır, hüququn pozulur, deyir buna şükür. Allahın verdiyinə şükür eləmir, hökumətin aldığına şükür eləyir. Belə şükrə də savab düşməz. Biz ona görə şükür eləməliyik ki, kölələr sırasında deyilik. İçimizdə azadlıq eşqi var, sıralarımızda mərd insanlar var. Ötən mitingdə də dediyimiz kimi, kişilərlə bərabər hanımlar da mübarizəni davam etdirir. Biz xalqımızın itməmiş, öldürülməmiş, satın alınmamış dəyərlərinin olduğuna görə şükür etməliyik. Amma
köləliyə, haqsızlığa, ədalətsizliyə şükür etmək, səbr etmək düşməz. Səbri şükür belə şeylərlə gözdən salmaq olmaz. Mən indi çıxış üçün sözü Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin mavini Gözəl Bayramlıya verirəm. Əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək bu yağışlı havada bu meydana toplaşan bütün insanları büyük sevgi ve saygı ile salamlayıram ve her birinize eşk olsun deyirəm. 11 sentyabr mitingi, 11 sentyabr mitinginin izdihamı, coşkusu, əks sedası bu hakimiyeti korkuya salıp, neçə gündür ki bütün ülke boyu güc strukturları rayonlarda miting iştirakçılarına karşı əsl hücuma keçib, bütün mitinge gelen insanların evinin qabağına polis postu koyulup, yüzlerle zeng olup bugün yollar bağlanıp Saatlı'da, Sabirabad'da, Kürdemir'de, Sumqayıt'ta mitinge gelenlerin karşısı alınıp, Aksu'dan onlarla insan maşınlarla geri qaytarılıb ve diğer rayonlarımızda da vəziyyət belədir. Teşkilatçılarımız hepsi olunup, bugün de polis bölmelerinde, polis idarelerinde saklanılır. Korkur hakimiyet, narahattır. Bu hakimiyet yaxşı bilir ki 23 ildə Azərbaycan xalqına zulm eləyib. Bu hakimiyet bilir ki xalqın artıq uyanışı baş verib ve bu xalq bir araya geleceği təqdirdə bu hakimiyeti tarixin arxivine gönderecek. Korkur bu hakimiyet. Bu hakimiyet neftdən gelen 140 milyard geliri talan eləyib. Öz dəbdəbəli həyatlarına sərf eləyiblər. Ölkədən çıxardıblar. Xalqı isə bir tikə çörəyə möhtac eləyiblər. Hansı haqla hakimiyet bugün etiraz etmek için meydana gelenlerin karşısını alır? Neye göre halkın etirazının karşısını almağa cəhd edirsiniz? Alınmadı. Bugün de bu meydana bütün bariyerlere rağmen minlerle insanlar toplaştı. Azerbaycan'ın inkişafının, demokratiyanın karşısında Afganitar Əliyevlər rejimi en büyük bariyerdi. Biz bir halk olarak bu bariyeri önümüzden götürmeye ısrarlıyız ve Milli Şura'nın mitingleri vasıtasından devamlı olarak buna nail olacağız. Mitinglerin aleyhine təbliğat aparırlar. Azerbaycan televizyaları buna koşulublar. Yapın baş bilenleri değiller ki meydana bugün 100 nefer toplaşacak. Her mitingden sonra mitingin sahibi barədə danışırlar. Beğen meydana çıkan yüzler, minler bu halkın nümayendeleri değil. Bunlar bu halkla belə davranırlar. Bunların siyasetinin kökünde məhz anti-halk siyaseti durur. Təsəvvür edin 17 bin tələbə təhsil hakkını ödeyə bilmediğine göre təhsilden kenara koyulup, onlarla insan aydı dolanışına göre intihar edip, bugün de bu intiharlar devam edir. Ülkede ağır sosyal durum, insanları meşakkatli durum intihara sövq edir. Ama ben bugün Azerbaycan halkına müraciət edirəm. Eğer etiraz varken, eğer bu rejime etiraz varken, eğer hakimiyetin mənbəyinin halk olmağı varken neye göre intihar edirsiniz? Bugün koy o intiharı halkın milyardlarını talan eləyən, ülkeni bu güne koyan Əliyevlər rejimi intihar eləsinler. Onlar intihara layıktılar. Onlar intihara layıktılar. Azerbaycan halkı meydanlara çıkmalıdır. Öz hakkını talep eləməlidir. Biz bundan sonra da mitinglerimiz vasıtasıyla halkın etirazını meydanlarda teşkil edeceğiz. Hiçbir maniyetçiliği insanların meydana toplaşmalarına hiçbir maniye olabilmeyecek. Bundan sonra artık halkın karşısına alabilmeyeceksiniz. Ben bütün Azerbaycan halkını meydanlara sesleyirəm. Bəsdir Əliyevlərin zulmüne dözdünüz. Bəsdir ülkenizin milyardlarını talan elediler. Bəsdir bütün milletin ülkenin geleceği olan neft milyardlarından bugün bir qəpik de kalmayıp bunların hamısını harice taşıdılar. Offshorlara yerleştirdiler. Bugün de anti-halk siyaseti devam ediyor.
insanların taleyinden, hayatından daha çok bu hakimiyeti gelen il Formula 1'in taleyi narahat edir. İndiden Formula 1'in gelen iki yarışlarının taleyi daha çok narahat edir. Böyle bir rejime biz yok demeliyik. 20 illik Əliyevlər rejimi Azerbaycan'da bütün seçkileri saxtalaştırıp 26 sentyabrda da konstitusya değişikliği adına bir referandum keçirirler. Biz bilirik onsuz da bu hakimiyet 26 sentyabrda istediğini eləyəcək. Ama bundan sonra onun hakimiyetinin ömrü çok kısa olacak. Çünkü Azerbaycan halkı uyanıp, çünkü Azerbaycan halkı yeni bir halk harekatına, yeni merhalesine başlayıp 1988. yılda meydanlara toplanıp Sovyet imperyasının dayaklarını sarsıdan halk tezlikle meydanlara toplaşıp Əliyevlər rejiminin dayaklarını sarsıdacak. Bu ülkede esil halk hakimiyetini berqərar edecek. Uğurlar hamınıza. Güzel günler göreceğiz çocuklar, motorları maviliklere süreceğiz. Güzel günler göreceğiz çocuklar, motorları maviliklere süreceğiz. O da Azərbaycanın analogsuz ölkə olmağıdır. Bütün sahələrdə analogumuz yoxdur. Ölkəni elə zəlil vəziyyətə qoyublar ki, analogun tapmaq çətindir. Bu məsələdə, bu parametr üzrə rekordlar kitabına da düşə bilərik, qızıl kitaba da düşə bilərik. Gələn il İslam həmrəyliyi oyunları keçirəcəklər. Amma 3 ildir İslamçıları həbs eləməyə başlayıblar. Bir tərəfdən tolerantlıqdan danışırlar, o bir tərəfdən inançlı insanları həbs edirlər. Bir tərəfdən İslam həmrəyliyi oyunlarına hazırlaşırlar, o bir tərəfdən İslama həmrəy olanları həbs edirlər. Budur bunların analogsuz inkişaf siyasəti. Mən indi çıxış üçün sözü Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədliyə verirəm. Salam olsun. Zülmə boyun eğmeyen, hakkın safında dayanan, mübarizeden yorulmayan Azerbaycan insanına salam olsun. Nurlu çöhreleriyle, azametli duruşlarıyla bu meydanı nurlandıran siyasi ve vicdan mahpuslarına ve onların hürmetli ailelerine, Azerbaycan'ın mübariz gençliğine salam olsun. Azerbaycan'ın azametli duruşuyla bütün şer böhtanın karşısında dayanabilen Azerbaycan hanımına. Aziz dostlar, sevimli hamvatanlar, bugün her birinizi Mütal Allah'ın adıyla salamlayırıq. Ve bugün Azerbaycan'da nelerin baş verdiğinin, niye baş verdiğinin suallarını bu meydanda aktaranlara sözümüzü deyirik. Beyan bugüne kadar qüvvədə olan kanunlar həyata keçirilirdi ki, indi yeni monarxiya sisteminə keçirik. Belki Respublika kuruşuna xəyanət edenler bunun devlet çevrilişi olmasının farkında değiller. Bugünlerim Azerbaycan vatandaşını baylara köle, kredit kölesine çevirenlerin bugün Azerbaycan halkının hakkından danışmağa ihtiyarı yoktu. Bugünlerim her bir vatandaş, bugünlerim 10 milyonlarla insanın zahmeti bağışçasına gelen Azerbaycan servetlerinin talanıp harize aparıp bu milletin hakkından danışmağa hiç kimin hakkı yoktu. Bugünlerim Azerbaycan'da memur özbaşınalığına son koyuldu mu? Her bir bölgede istenilen kadar memurlar özlerini bu ülkenin müstakil padişahları hesap edirlər. Bugünlerin kuruculuk adı altında halkın illerle, zahmetle, halal zahmetiyle kazandıklarını yerden yeşan edip haram pullarla özlerine saraylar ucaldanlar bu halka ne veriblər ki bugünlerin de yeni bir monarxiyanın esasını koymak istəyirlər. Bugünlerim bu sefte biz
burada yığışanlarla bir səfdə Hacı Mövsümləri, Fuad Qəhrəmanlıları, Seyid Fəramizləri, Nicat Əliyevləri, İlqar Məmmədovları, Hacı Zülfüqarı, Hacı Talib Ağzadəni görürük. Salam olsun bizim həqiqi mücadilə aparan qəhrəman oğullarımıza. Abbas Hüseyin yenidən Bandad del deyilən o cəhənnəmə aparılaraq 2 gündür ki işkəncə altında saxlanılır. Ağır olsun belə hakimiyyətə. Bugün bize miting başlayarken Kazak'tan gelmiş bir kardeşimiz malumat verdi ki 11 sentyabrda iştirak edildiğine göre Kazak'taki İmam Zaman Mescidi'nin kümbesi sökülüp içerisindeki eşyalar ise icra başçının rehberliği altında aparılıp bu tür icra başçılarının bu halka ettiği zulüme baş demeyeceğiydi. Bugün Bakı Ağır Cinayet Məhkəməsində Nardaran hadisesi ile alakadar Fuad Qəhrəmanlı ve 17 neferin məhkəmə işi gedir. İnanın, məhkəmə prosesini sakit dinleme mümkündür. O işkenceler ki orada o mahpuslar tarafından söylenir, onu insan düşüncesi kabul edebilmir. Ama aslında bilirsiniz ne proses gedir. Aslında bugünlerim o 18 nefer yok. O 18 nefer bu hakimiyeti, bu miskin məhkəməni ittiham edir, muhakime edir. Bak asil bak mahiyet bundan ibarətdir. Bağırzadənin değerli miting iştirakçılarına müraciətini səsləndirim. Değerli həmvətənlər, əziz bacı ve kardeşlerim, her birinizi müteal Allah'ın adıyla salamlayıram ve bildirirəm ki bugün iki dəstə mövcuddur. Zalim, zulüm ve hak taraftarları. Üçüncü dəstə seyircilerdir. Seyirciler bugün bilsinler ki zulümkarın, zulmün yanındadırlar. Ve tökülen kanlara, günahsız insan, hapsolunmuş insanlara, olunan zulümlere şərikdirlər. Bugün bütünlükte bütün Azerbaycan cemiyeti imtihan olunur. Şükürler olsun ki imtihandan üzü ağ çıkanlar da var. Təəssüflər ki çıkmayanlar da. Bizim esas məqsədimiz hakiki milli iradenin formalaştırılmasıdır. Her kim milli irade ve milli birliğe karşıdırsa biz onların önündeyik. Milli iradeye karşı çıkanlar düşmanlarla elbirdiler ve düşmanlara hizmet edirlər. Bugün birlik, həmrəylik günüdür. Vaxtilə mən Xədicə İsmail'i müdafiə edən zaman mənim üstümə düşüb deyirlər ki o ateistdir. Ve mən bildirirəm ki bu günlərim zalimin qapısında namaz kılanlardansa zulmün qabağında dayanan ateist yaxşıdır. Ateist zulmün karşısında dayanmakla değer tapır. Zulme itiraz edir. Ve bugünlerim özlerini İslamcı, İmam Hüseyinci adlandıranlar. Siz neye göre seyirci mövqeyinde dayanırsınız? Ülkeden neler baş verdiğinin farkında değilsiniz mi? Bugünlerim Azerbaycan'da rejim Stalin, Hitler dövründe olanlardan daha ağır, dəhşətli işkenceler verir. Sen susup seyredirsen. Allah bizlerin eliyle bu rejimi rüsva edir. Azerbaycan'daki rejimin din perdesi de yırtılıp kim eğer İslam mövqeyi nəzərindən ona destek verirse, bu hakimiyete destek verirse bilsin ki küfre destek verir. Allah'a yok, büte ibadet edir. Aslında hakimiyete ibadet edir. Bugün bize ve günahsız insanlara zulmeden, katle getiren bu hakimiyettir. Mübarizede Azerbaycan'ın azadlık sever insanların önünde milli şuradır. Bu hakimiyet açık şekilde bilirdi ki ben demokratik düşergeye destek veririm. Ve hakimiyetin inancı insanlarla İslamcılar arasında
kurduğu divarları biz ustalıkla söküp dağıtırıq. Milli Şura bu xalqındır və zulmə etiraz edən mübariz aparıcı qüvvədir. Əzizlərim, Azərbaycan dövlətində Azərbaycan dövləti özünün ən mühüm və çətin dövrlərindən birini yaşayır. İndi sizlər, bizlər hansı tərəfdə dayanmağımızın, yönümüzün və istiqamətimizi müəyyənləşdirməliyik. Bir tərəf qalanlar seyirci olmaq şərrin dəyirmanına su döyməkdir. Bilin ki, haqqı yanında dayanmalıyıq. Zülm edənlərlə birgə olmamalıyıq. Əzizlərim, mən kiçik zindanda olsam da bugün sizlərlə bir səfdəyəm. Ölkənin bu böyük zindana çevrilmiş hakimiyyətdən milli birliyimiz və ardıcıl mübarizəmizlə yaxa qurtaracağımıza inanıram. Sizlərin hər birinizi bir daha salamlayıram. Uğur arzulayıram. Hakkın yanında zulmün, zulümkarın önünde dayanmak təqvaya her əməldən yaxındır. Allah'ın salamı olsun bütün hidayeti kabul edenlere. Hacı Talih Bağırzadə Kürdaxanı. Haber verirlər ki, mitingə rəfəsi saxlanılan adamların hamısını azad ediblər. Məqsəd oymuş ki, mitingə gəlməklərinə əngəl törəsinlər. Azadlıq şüarı qışqırırıq. Bildiyiniz kimi bu ölkədə azad sözün son qalası olaraq bir azadlıq qəzeti də var. Amma 10 gündən artıqdır ki, azadlıq qəzetinin fəaliyyəti dayandırılıb. Bəlkə çoxları üçün azadlıq qəzeti 16 səhifəlik kağız parçasını xatırladır. Amma bu kağız parçasının hər səhifəsi dəmir iradənin məhsuludur. Azadlıq qəzeti hər səhifəsi ilə zülmlə mübarizə aparır. Hər səhifəsi ilə zalıma meydan oxuyur. Hər səhifəsində yalanın qalasını uçurub ora həqiqətin bayrağını sancır. Mən indi Küşsün sözü Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Azadlıq qəzetinin baş redaktorunun birinci muavini Rahim Hacıyevə verdim. Çətin və mürəkkəb hava şəraitində mitingə gəldiyinizə görə, kifayət qədər ciddi fədakarlıq nümayiş etdirdiyinizə görə sinamınıza minnətdarlığımı bildirirəm. Amma ölkədə yaranmış vəziyyət daha böyük fədakarlıqların olmasını tələb edir. Əslində, əslilik olmayan yağışlı havada miting keçirməyin başqa romantikası var. Və mən hesab edirəm ki, məhz belə bir gündə toplaşmağımız özdə böyük bir simvolik əhəmiyyət kəsb edir. Ölkəmiz deyəsən təmizlənməyə başlayır. Ölkəmiz hər cür çirkabdan təmizlənməyə başlayır və bu işdə Azərbaycan vətəndaşlarının, Azərbaycan xalqının müstəsna rollu olacağına heç bir şübhəmiz yoxdur. Yaranmış imkandan istifadə edərək ölkədə mövcud olan vəziyyəti xarakterizə edən bir neçə fikir demək istəyirəm. 11 sentyabr 17 mitinglər əfəsi hakimiyyətin son dərəcə bu vaxta qədər olmayan narahatçılığı nə ilə bağlıdır? Bu ilk növbədə ölkədə neftin qiymətinin kəskin şəkildə düşməsi nəticəsində yaranmış ağır sosial-iqtisadi böhran vəziyyəti ilə bağlıdır. Vəziyyət pisləşir və onun pisləşməsinin qarşısını almaq mümkün deyil. Əgər bu ölkə nə vaxtsa bir il ərzində 19 milyard dollar pul gəlirsə, bu il 4 milyarddan artıq olmayacaq. Hər il ölkədən 10 milyard dollardan artıq pul ithal mallarının alınmasına gedir. Çünki bu ölkədə istehsal adına ciddi bir şey yoxdur ki, onu satıb valyut əldə etmək mümkün olsun. Bir neçə ay sonra daha ağır sosial-iqtisadi vəziyyət olacaq və o vaxt xalq çağırışsız, filansız küçələrdə olacaq və özünün etirazını ən kütləvi şəkildə, ən sərt şəkildə və ən qətiyyətli şəkildə göstərəcək. Qorxu və narahatçılıq məhz bununla bağlıdır. Əziz vətəndaşlarımız, vəziyyətin başlıca xarakteri xüsusiyyəti hakimiyyətin xalqdan çəkinməsi, amma xalqın da müəyyən hissəsinin çox böyük inamla proseslərə yanaşa bilməməsidir. Amma tarixi təcrübə göstərir ki, xalqın qətiyyət olanda ən böyük dəyişikliklərə belə nail olmaq mümkündür. Mən şübhə etmirəm ki, Azərbaycanda, və bu heç də paradoksal deyil, yaxın aylar ərzində məhz sosial-iqtisadi vəziyyət Azərbaycandakı siyasi proseslərə həll edici və müstəsna təsir göstərən amilə çevriləcək. Məhz Azərbaycan xalqı bu prosesdə son sözünü deyəcək
və Azərbaycan xalqı qalib kənddaşlarımız. Bu ölkədə sosial ədalətin, qanunçuluğun bərpası üçün, demokratik dəyərlərin təntənəsi üçün mübarizə aparan sizlər, böyük tarixi proseslərin iştirakçısınız və sizin hər biriniz nümunəvi insan kimi bu proseslərdə daha çox insanın iştirakını təmin edəcəksiniz. Mənim buna heç bir şübhəm yoxdur. Qısa çıxışımın sonunda İlham Hüseynin aparıcının mənə söz verməzdən əvvəl dediyi fikrə münasibət bildirmək istəyirəm və bir xəbər vermək istəyirəm. Xahiş edirəm, növbəti həftənin 2-cü günü Azadlıq qəzetini almağı unutmayın, sağ olun. Biz bu mitinqə başlamazdan əvvəl güclü bir yağış yağdı. Miting başlayanda bitti. İndi mitingin sonuna yaxınlaşırıq. Yenə də yağış başlayır. Görünür, təbiət də bizi salamlayır. Həm başlayanda, həm bitirəndə. Əziz dostlar, uzun illər ətin, suyun, yağın, ərzaq məhsullarının, hər şeyin paddelkasın, geydirməsin, saxtasın yaratdıqları kimi ziyalının, professorun, alimin, fikir adamının, ictimai siyasi xadimlərin də saxtasını yaratdılar. Bizə göstərmək istədilər ki, orijinal budur. Xalis ziyalı, xalis profesor, alim budur. Amma zaman göstərdi ki, bunlar maddeyin Azərbaycan yox, maddeyin hökumət imiş. Amma zaman və reallıq həm də onu göstərdi ki, dəyərli ziyalının da əsli, xalisi, xalqın içindən çıxmışı bizim yanımızdadır. Mən indi çıxışın sözü dəyərli ziyalımız, Milli Şuranın sədri Cəmil Həsənliyə verirəm. Sevgili gençler, 11 sentyabrında, 17 sentyabrında qəhrəmanı sizlərsiniz, Azərbaycan xalqıdır, millətimizdir, var olsun millətimiz. Bizim qayəsi nədir? Mitinglərimizin hədəfi nədir? Milli Şura olarak bizim mitinglərimizin hədəfi millətimizin haqqı və hüququdur. Var olsun millətimiz. 18-ci ildə qaldırılmış Cumhuriyyət bayrağının, Cumhuriyyət ideyalarının müdafiəsinə toplanmışıq. Təxminən 100 il əvvəl babalarımız heçdən bir bayraq ucaltdılar, millətimizi onun kölgəsinə topladılar, dünyaya demokratiya nümunəsi verdilər. Həmin vaxt Avropa rəsmiləri gəlib Azərbaycandakı o azad, o demokratik, millətin haqqına və hüququna dayanan devləti görəndə öz ölkələrinə yazırdılar. Burada elə bir cumhuriyyət qurulub ki, Avropanın yerinə yaranacaq devlətləri üçün bir model ola bilər. 100 il əvvəl babalarımızın bütün dünyaya model olarak verdikleri o cumhuriyyəti bugün neyləmək istəyirlər? Müxtəlif oyunlarla konstitusiya dəyişirlər. Əcaba indiki konstitusiya sizə nədə mane olurdu? Hansı yamanlığı, hansı pisliyi, hansı rəzaləti bu millətə etmək istəmisiniz, amma edə bilməmisiniz. Əliniz, qolunuz açıq olub. Bilirsiniz, bunlar bu konstitusiya dəyişikliyi etməklə bir daha göstərdilər ki, komünistlərin tör-töküntüləridirlər. Mən sizə tarixdən bir nümunə deyim. 50-ci illərin sonunda Sovet lideri Nikita Xruşov 6-cı beşillik haqqında plan qəbul eləmişdi. Məlum oldu ki, onun yeritdiyi siyasət ölkəni iflasa aparır, beşillik yerinə yetirilməyəcək, Sovet İttifaqı dünyada rüsvay olacaq. Fikirləşdi neynəmək? 59-cu ildə 7 illik plan qəbul elədi. 7 ilin tarixi məsafəsi hələ uzundur, 7 ilə bilmək olmaz nə olacaq. 13 il bu ölkəyə rəhbərlik etmişsiniz.
Gətirib ölkəni səfalətə çıxartmısınız. Bugün bizim azad və gülistan olmalı ölkəmizdə insanlar azlıq içərisində, insanlar səfalət içərisində, bank asılılığında, işsizlik girdabında boğulur. Bundan sonraki 7 ildə ne inəyəcəksiniz? Burada Gözəl xanım dedi ki, görevimiz bunları tarixin arxivinə göndərməkdir. Arxiv çirkin şeyləri götürməz. Bunların yeri tarixin zibilliyidir. Orada getməlidir. Ey milletimin azad ruhunun temsilcileri, biz 26 sentyabrda keçirilecek referenduma bugünden yok deyirik. Hakimiyetini uzatmak barədə düşünenler niye bugüne kadar Qarabağın azad olması hakkında düşünmürler? Acaba ildir bu milletin kalbi sızlayır. 23 ildir torpaqlarımız düşmən taftağında kalır. 23 ildir bu ölkəyə dünyanın böyük sərvətləri axdı geldi. 7 kvadrat metr torpaq azad edə bilməyənlər indi hakimiyyətlərin 7 il daha uzatmaq istəyirlər. Bunlara haqqı var mı? Dəfələrlə çağrışlar etmişik, müraciətlər etmişik, təkliflər vermişik. Ölkəni iqtisadi cəhətdən gücləndirmək lazımdır. Biz bu təklifləri verdikcə Cənab Əliyev polis dəyənəyini gücləndirib. Və elə bilir ki, polis dəyənəyi ilə bu milletin azadlıq ruhunu qırmaq olar. 11 sentyabr kimin dəyənəklərinin endirildiyi gündür. Eşq olsun 11 sentyabr yaşayanlara. Dostlar, bugün bu milletin tarihi ne prezident aparatında yaradılır, ne nazırlar kabinetinde yaradılır, ne milli mecliste yaradılır. Bugün milletimizin tarihi bu meydanda yaradılır. Azadlık ruhlu insanların yattığı məhbəslərdə yaradılır. Məhkəmələrdə yaradılır. Görün ne kadar şanlı şərəfli insanlar son illərin həbslərindən, represiyalarından keçməli oldu. Ve bunlar ne kadar əxlaqi cəhətdən, mənəvi cəhətdən, milli cəhətdən bu millete yad unsurlar olduklarını gösterdiler ki, Leyla Hanım kimi, Hadice Hanım kimi öz hayatın bu milletin inkişafına sərf eden bu güzel insanları, azadlık ruhlu bizim mert mübariz insanlarımızı həbslərə atmalı oldular. Ve netice itibariyle bu günleri Leyla Hanım'da, Hadice Hanım'da azadlıktadır. Onlar öz azadlıklarıyla bu rejim üzerinde qələbələr ifade etmiş oldular. Eşq olsun Hadice Hanım'a, Leyla Hanım'a. Bizim bu meydanda siyasi məhbuslarımızın portretleri kaldırılıbdı. Onların resmen sayı 100'ün etrafındadır. Amma eminlikle size deyirəm ki, Azerbaycan həbsxanalarında yatan insanların yarıya qədər siyasi məhbusdur. Kiminsə, hansı mərhələdəsə haqqı və hüququ pozulubdur. Azerbaycan Xalq Cəbhəsi bu günləri hakimiyyətin hədəfindədir. Partiyanın rəhbərliyinə daxil olan ən mübariz insanlar bu günləri həbsdədir. Bizim mitinglərimizin təşkilatçısı olan Fuad Qəhrəmanlı, Azerbaycanın en mübariz jurnalisti kimi Seymur Həzi, Məhəmməd İbrahim, Faiq Əmirli, Elvin Abdullayev,
adın çəkə bilmədiyim digər siyasi məhbuslar, bu günləri İlqar Məmmədovun mən burada portretini görürəm. O öz əzmi ilə, öz mübarizəsi ilə, öz iradəsi ilə bu rejimi diz çöktürür. Bu günləri Əli İnsanov haqqında yeni bir oyun oynayırlar. Adam 11 il həbsdə yatıb. Azadlığa çıxmasına 58 gün qalmış yeni bir qurğu qururlar. Bu hakimiyyətin işi namuslu insanlara tor toxumaq, sahta günah yoğurmaq, suç düzəltmək və insanların azadlıq ruhun qırmaqdır. Bizim mitingimiz dünyəvi mitingdir. Bizim mitingimiz sivil mitingdir. Hədəflərimiz millətimizin imzasın, Avropa demokratiyasının, Avropa dəyərlərinin içərisində görməkdir. Amma görürsünüz ki, biz hakimiyyətin hədəfinə, qəzəbinə tuş olmuş dindar qardaşlarımızı da müdafiə edirik. Ona görə müdafiə edirik ki, onlar bizim vətəndaşlarımızdır. Ona görə müdafiə edirik ki, onlar əsl iman sahibləridir. Ona görə müdafiə edirik ki, onlar haqqın və ədalətin tərəfindədirlər. Bu günləri burada Hacı Talib Ağırzadənin müraciəti oxundu. Öz iradəsi ilə, əzmi ilə, dözümü ilə hər kəsi heyrətə salmış Hacı Mösümün mən burada portretin görürəm. Abigülün portretin görürəm. Səyid Dadaşbəylinin dəstəsində olanların şəkillərini görürəm. Bizim qeyri-hökumət təmsilçilərinin, bizim mətin jurnalistlərimizin, bizim siyasi partiyalardan olan məhbusların portretlərini görürəm. Onlar siyasi məhbusdular, onlar vicdan məhbusudular və biz Milli Şura olaraq hər zaman onları müdafiə edəcəyik və onların azadlığa çıxacağı gün elə də uzaqda deyil. Bilirsiniz, bu hakimiyyətin əlində olan mətbuat, bilmirəm ona nə dərəcədə mətbuat demək olar, Milli Şuraya qarşı, Xalq Cəbhəsinə qarşı, demokratik düşərgəyə qarşı olmazın hədyanların söyləyir. Bizi ya Rusiya projesi hesab edirlər, ya Qərbin 5-ci dəstəsi hesab edirlər, yaxud da ki ayrı bir qüvvəyə tabi etmək istəyirlər. Bu meydana gələn gündən, bu mübarizəyə qədəm qoyduğumuz gündən şüarımız və hədəfimiz bu olub. Millətimizin gözün xaricdən çəkməliyik. Millətimizi öz gücünə, öz iradəsinə inanmağa çağırmalıyıq. Çünki bu milləti onun özündən başqa heç kəs azad etməyəcək. Demokratiya axtarırsınızsa, onun mübarizlərini içərinizdə yetişdirin. Azadlıq axtarırsınızsa, o ruhu öz içərinizdə aşlayın. Bu rejimə yox demək istəyirsinizsə, özünüz meydanlarda olun. Sizin əvəzinizə heç kəs bu meydanlarda olmayacaq. Eşq olsun millətimizə, yaşasın azadlıq, yox olsun monarxiya. Millətimiz ləyaqətli həyat haqqına layiqdir və sizlərin gücü ilə biz bu millətimizi ləyaqətli həyat haqqına qovuşturacağıq. Yaşasın millətimiz.